Gəlirlər tapırlar cənnətin qapısını, dayanırlar cənnətin qapısının kənarında. Cəmaat yığışıb orada, bunlar cənnətin qapısının kənarında. Qapını döyürlər. Bilirsiniz də cənnətin qapısını döyəndə nə səs gəlir? Bilmirsinizsə bilin. Aliyyun. Məsələn, bir yeri qapısını döyəndə zəngi, cənnətin qapısından gələn səs Əlinnadır. Cənnətin qapısından gələn səs Əlinnadır. O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər nəyin bağlarında olacaqlar? Həmin gün gerçək hökm vermək ancaq mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer oddur. Zalimların məskunlaşacağı yer necə də pisdir. Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah sayılmaq üçün kifayət edər.